Dostlar, necəsiz? Bugün Celebrate'da çox biz bir video ilə qarşı-qarşıya gəldik. Ne yazıq ki, indi demək istəyirdim Trading Plaza falan giriş edəcək, amma scam yedik. Bir dənə YouTube bizi aldı, base'imizə qədər aldı da, inanırsınız. Buna baxın. Tək aşağıda bunlara baxın. Nələrim qaldı? Bunun yaxşı dəyərini bilmir deyə salmadı. Buna baxın dostlar, bu nədir? İlk öncə demək istəyirdim ki, necə olub. Bunlara baxın. İlk öncə istəyirsə deyim də necə oldu. Mənə birinci dedi ki, adı nədir, nə tərsən, mən də video falan çəkib eləyirəm. Birlik olaq falan. İndi kanalını da böyük ehtimal qoyaram da. Mənə deyir ki, yaxşı gəl. Getdim video çəkdiyimiz yerdə məndən elədi. Deyir ki, buraya notlar ver ki, sən publikdən karakter sal da. Mən dostlara inandım ki, çalırdım. Getdim base'im də istədi. Base'im də verin. O birisi buraya notlar verir. Bir dənə deyir ki, bunlar videoda göstərib sərgər verəcəm. İndi bunlara baxın dostlar, nələrim qaldı. Yavaş-yavaş adını göstərim. Deyir ki, verdim. Sonra bir də baxın ki, mən kanaldan engelləyib. Yayından falan engelləyib eləyib. Arkadaşlıqdan da blok atıb. İndi göstərəcəm hər şeyi. Baxın dostlar, nələrim qaldı. Bundan qalmasını istəməzdim. Bura baxın dostlar. Base'im tərtəmiz şey olub. Bir dənə yaxşı popqurum qaldı. Onu da adına verməmiş ki, bunun yan hesabıma atmışdım. Amma yalandan deyirsə, buna baxın, kapitan almışam. İlk başlayandan video ağlıma gəlmirdi. Scam videosu deyə paylaşsaydım. İndi buna baxın dostlar, kapitan aldım. İndi göstərim də hansı brain notlarımı verdim. Gedi burada bu heç. Dostlar, Garama verdim, Ketçurant Musur verdim, Los Fruits verdim, də Los Sanktan verdim. Los Sanktan'ı vermək istəmədim. Gələcəkdə dəyərlənə biləcək bir Los Sanktan idi. Prosto adı nədir? Heç kimə inanırsınız. Mən evə qoydum ki, ancaq mani falan verdilər, heç vermədim. Vermədim, boş yerin geçsin. Los Sanktan da oradan getmiş oldu. Bu arada dostlar, mənim yeni bir dostum olacaq. Yeni bir dostum ve YouTube kanallarımız bir olacaq. Çünki Tikmuk adlı bir dənə dostumuzdur, YouTuber'dur. İndi dostlar, videoda ne eləyək? Heç nə. Bunu sizə göstərmək üçün demişdim. Bəlkə deyək ki, yalnız inanmıram çox nigaran olar. Nigaran olardı buradan çox özür diləyirəm. Yəni bağışlasınlar məni və